Siz nə qədər zavallısınız. Əliniz çatmayan hər bir ucalığa, hər bir təmizliyə dərhal faydasız damğası vurursunuz. Bu tülkünün dovşan xəstə idi deməsi kimidir. Bu sizin ruhunuzun itkinliyidir. Siz əliniz çata bilməyəcəyiniz həqiqətdən qorxduğunuz üçün öz yalanınızı faydalı ilan edirsiniz. Amma ən böyük rəzalətiniz bu deyil. Sizin ən böyük cinayətiniz sizə zərər verən, ruhunuzu hər gün çürüdən o murdar münasibətlərə, o etibarsız dostlara, o güvənmədiyiniz insanlara mənimdir deyib sarılmağınızdır. Siz ailənizdə, dostluğunuzda, sevginizdə bir ehtiyat qəfəsində yaşayırsınız. Güvənmədiyiniz adama qarşı ehtiyatlı davranırsınız ki, bir gün işiniz düşər. Sizin bu qorxaqlığınız ucbatından o alçaq adamlar tərbiyə olunmur. Əksinə sizin bu ehtiyatınızdan güc alıb daha da azğınlaşırlar. Siz onları sınağa çəkməyə belə qorxursunuz. Niyə? Çünki bilirsiniz ki, sınaqdan keçməyəcəklər. O adamın alçaq olduğunu bildiyiniz halda o həqiqətlə üz-üzə qalıb tək qalmaqdan qorxursunuz. Siz özünüzü aldadırsınız. Qoy onun alçaqlığından tam əmin olmayım ki, onunla münasibətə rahat davam edə bilim deyirsiniz. Bu bir insanın öz şərəfinə etdiyi xəyanətidir. Siz sınamaqdan qorxduğunuz üçün hər gün çürüyürsünüz. Güvənmədiyiniz adamları itirməkdənsə onların kölgəsində dilənçi kimi yaşamağı seçirsiniz. Sizin bütün həyatınız bir saxta sülhün içində qırılıb. Bir saxta sülhün üzərində qurulub. Sizə bir həqiqət deyim. Əgər əlinizdəki şeyin zibil olduğundan şübhələnirsinizsə, onu dərhal sınaq oduna atın. Yararsız bir adamın, etibarsız bir dostun sizə ən lazımlı olan anda zibil çıxmağındansa, heç kimə gərək olmayan bir vaxtda sınaq müddətində ifşa olunması sizin ən böyük qazancınızdır. Nədən qorxursunuz ki? Ürəkli olun. Heç kim sizin zibilinizi uğurlamayacaq. Onu hara atsanız, lazım olanda da harda tapacağınızı onsuz da bilirsiniz. Baxın, yaradana, Allahdan arif olan varmı? O belə hər şeyi sınaqdan keçirir, insanı hər an imtihan edir. Əgər Allah sınaq edirsə, sizin sınaqdan qaçmağınız sadəcə axmaqlıqdır. Bu pis bir şey deyil. Bu həyatı zibillərdən təmizləmək, onu daha sağlam etməkdir. Bəzən əllərinizi o qədər yararsız, çürük və etibarsız adamlarla doldurursunuz ki, qarşınıza çıxan həqiqi bir dəyəri götürməyə yeriniz qalmır. Siz sadəcə itirməkdən qorxursunuz. Amma anlayın, zibil pulsuzdur. Onu itirmək itki deyil, boşluq yaratmaqdır. Bu həqiqəti anlasaydınız bu qədər əzab da çəkməzdiniz. Siz hər kəsi, bəli, hər kəsi imtihan edə bilərsiniz. Hətta hər gecə nəfəsinizdə hiss etdiyiniz bədən qoxusuna alışdığınız o ən yaxınınızı belə sınağa çəkməyə haqqınız və borcunuz var. Böyüklü, kiçikli hər kəsi həyatınızdakı mövqeyinə görə tərəziyə qoymalısınız. Bəs niyə etmirsiniz? Mən sizə deyim, siz xəyanət acısı görməkdən qorxursunuz. Siz o saxta cənnətinizin dağılmasından qorxursunuz. Əgər belədirsə, demək siz qürursuzun birisiniz və bilin ki, siz o xəyanətə tam ləzzəti ilə də layiqsiniz. Dünyada alçaqlar varsa, bu məhz sizin kimi qürursuz qorxaqların ucbatındandır. O alçaqların murdarlığı sizin olmayan qürurunuzdan, sizin susqunluğunuzdan və sizin o sınaqdan qaçan ehtiyatınızdan doğur. Siz öz qorxaqlığınızla xəyanəti bəsləyirsiniz, sonra isə məni vurdular deyə ağlayırsınız. Atın o zibil çuvallarını, qoy əlləriniz boş qalsın, qoy əlləriniz yan ciblərinizdə olsun, amma ayaqlarınız sizi azad daşısın. Nədən narahat olursunuz ki? O zibilləri hara atsaz, mənzil başına çatsanız belə orada siz üçün yenə də hazır zibillər gözləyir. Amma gəlin itiraf edək ki, siz o zibilə ilə öyrəşmişsiniz ki, onsuz darıxırsınız. O zibilin iyi sizin burnunuza ətir kimi gəlir. Siz əlimdəki zibil dənizdəki mirvaridən daha qiymətlidir deyib öz rəzalətinizə sığınırsınız. Amma bir həqiqətdə anlayın, siz ətrafınızdakı murdar adamlardan şikayət edə bilməzsiniz. Çünki kainatda enerji yox olmur, sadəcə formasını dəyişir. Sizin susqunluğunuzdan və qürursuzluğunuzdan yaranan o mənəvi boşluq qarşındakı adamda alçaqlığa çevrilir. Siz susduqca o azğınlaşır, siz qorxduqca o murdarlaşır. Siz öz qürursuzluğunuzla o alçaqlığı bəsləyən enerji mənbəyisiz. Siz o zibil çuvalını atmadıqca o murdar cəmiyyətin təmiz havasını boğmağa davam edəcək.